Qadınlar gərək bilsin ki, din onlar üçün nə qədər böyük bir nemət. Tanımlar araşdırmalıdır, müqayisə eləməlidir. İslamdan öncəki vəziyyəti qadının, İslamdan sonraki vəziyyəti. Tarixi faktlar var. İslamdan öncə qadın hansı bir vəziyyətdə idi? Heç bir hüquqa malik olmayan. Cahiliyyət dövründə qız uşaqları diri-diri bastırılırdı. Qadının vəziyyəti bu. Biz ilk öncə gərək qadını İslamdan öncəki vəziyyətin və İslamdan sonraki vəziyyəti müqayisə edək və ədalətlə hökm verək. İslamdan öncə qadın hansı hüquqlara malik idi, İslamdan sonra hansı hüquqlara malik? Müqayisə eləyək İslami ölkələrdə qadının hüququ və qeyri-İslami ölkələrdə qadının hüququ. Bilinsin İslamın qadına verdiyi dəyəri. Bilinsin İslam qadın üçün məhdudiyyət deyil. Biz bu müqayisəni eləyəndə İslam özü ölçü olsun, nəinki müsəlman. Müsəlmanları ölçü qərar verməyək. İslami ölçü qərar verək. Bu müqayisəni eləyəndə məsələ bir miqdar həll olacaq xanımlar. İslamın qadına baxışı tam başqadır.